Bunu necə etdiyimi bilmək istəyirsiniz? Gəl öyrədim. İlk öncə bir video çəkirik, hardakı bir əşya götürürük. Ondan sonra aşağıda добавить наложение toxunuruq. Google-dan əldə telefon bir şəkil götürürük, əlavə edirik və böyüdürük. Ondan sonra toxunuruq bu şəkilə və naложение axtarırıq. Naложение toxunduq və düşürdürük aşağı bu videonun altına. Bir balaca uzadırıq. Ondan sonra birinci videonu toxunaraq kopyalayacağıq. Kopyaladıktan sonra yenə naложение toxunaraq düşürdürük aşağı. Sonra axırıncı video toxunaraq balacalaşdırırıq, telefonun içinə yerləşdiririk. Sonra axırıncı video toxunaraq udalить fona toxunuruq və burada hardakı əllə ətir var, onu seçirik həmin yeri və udalить parametrəmə toxunaraq qeyd edirik o yerləri. Bundan sonra hazır olduqdan sonra üçüncü videoya yenə toxunaraq ətri həmin səmtdə böyüdürük və baxaq nə alındı. Video faydalı oldusa məni təqib et.